Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyomuzdan herkese merhaba. Bugün 4 Mayıs 2026 Pazartesi. Yanımda yine sakin gücümüz, haberlerin kaynağı Ali var. Ali hoş geldin. Hoş gördük Özlem. Bütün Türkiye'deki dinleyicilerimizi Bakı'dan salamlayıram. Gündemimiz yine zengindi. Evet, zengin olduğunu tahmin edebiliyorum. Özellikle manşetlerde Azerbaycan ile Avrupa arasında bir gerilim görüyorum. Milli Meclis Avrupa Parlamentosu'yla tüm işbirliğini durdurmuş. Bu çok ciddi bir karar değil mi? Bəli Özlem, olduqca ciddi bir addımdı. Keçən həftənin sonunda, ayın 1-də Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməyə cavab olaraq, bu qurumla bütün əməkdaşlığı və əlaqələri dayandırmaq barədə qərar qəbul edib. Bu iki parlament arasında onsuz da gərgin olan münasibətlərin son nöqtəsi kimi qiymətləndirilir. Bir dakika Ali, oradaki kelimeyi tam anlayamadım. Getname mi dedin? O ne demek ve Avrupa Parlamentosu neye karar vermiş ki bu kadar sert bir tepki gelmiş? Qətnamə, yəni qərar mətni. Avropa Parlamenti son zamanlar Azərbaycandakı insan haqları və mətbuat azadlığı ilə bağlı bəzi tənqidi məqamları əks etdirən bir qətnamə qəbul etmişdi. Rəsmi Bakı isə bu qətnaməni qərəzli, qeyri-obyektiv və ikili standartların təzahürü kimi qiymətləndirdi. Milli Məclis də cavab olaraq dedi ki, əgər münasibət bu cür olacaqsa, bizim də onlarla heç bir işbirliyimiz olmayacaq. Anladım. Yani siz bizi böyle eleştirirseniz biz de sizinle konuşmayız durumu var. Peki bu durum Azerbaycan'ın uluslararası diplomasi arenasından çekilmesi anlamına mı geliyor? Çünkü bir yandan da tam tersi bir haber var. Parlamentolar Arası İttifakın Genel Sekreteri Bakü'deymiş. Tamamilə doğru müşahidədir. Bir tərəfdən Avropa Parlamenti ilə əlaqələr kəsilir, digər tərəfdən isə alternativ platformalarda əməkdaşlıq gücləndirilir. Bugün Parlamentlər Arası İttifaqın baş katibi Martin Chungong Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, Milli Məclisin sədri və digər rəsmilərlə görüşlər keçirəcək. Bu, Azərbaycanın Avropa Parlamenti olmadan da parlament diplomatiyasını davam etdirmək istədiyinin bir göstəricisidir. Yani bir kapıyı kapatıp diğerini sonuna kadar açıyorsunuz. Siyaset gerçekten de satranç oyunu gibi. Peki bu diplomatik manevraları bir kenara bırakıp biraz halka, ekonomiye inelim. Orada çok ilginç, hatta birbiriyle çelişkili gibi duran iki haber gözüme çarptı. Bir yanda milyoner sayınız 2'ye katlanmış. Bəli, bugün Musavat qəzetinin yazdığı bir araşdırmaya görə, son bir neçə ildə Azərbaycanda milyonçu statusuna sahib olan şəxslərin sayı 2 dəfə, yəni 2 qat artıb. Bu artım əsasən ölkə iqtisadiyyatındakı dəyişikliklərlə, xüsusilə enerji və tikinti sektorlarındakı canlanmayla əlaqələndirilir. Vay be, milyonerler diyarı olmuş Azerbaycan desene. Şaka bir yana bu zenginleşme genele yayılıyor mu? Yani sıradan vatandaşın cebine de bir şeyler giriyor mu bu zenginlikten? Çünkü aynı zamanda sorunlu krediler artıyor diye bir haber de var. Bu nasıl bir tezat? Elə əsas məsələ də budur Özlem. Bir tərəfdə sərvət artarkən, digər tərəfdə borc yükü artır. Azadlıq Radiosunun birkaç gün əvvəl yaydığı xəbərə görə, ölkədə problemli kreditlərin, yəni vaxtında ödənilməyən borcların həcmi sürətlə artmaqdadır. Mütəxəssislər bunu həm artan inflyasiya, həm də bəzi vətəndaşların gəlirlərinin azalması ilə izah edirlər. Yəni, varlılar daha da varlı olur, ancaq orta və aşağı təbəqə üçün maliyyə çətinlikləri davam edir. Bu da müstəqil medianın, məsələn, Meydan TV kimi qurumların tez-tez diqqət çəkdiyi bir mövzudur. Anlıyorum. Yani o zenginlik pastası pek de adil bölünmüyor gibi. Bu durum dünyanın birçok yerinde böyle maalesef. Şimdi biraz daha iç karartıcı, hatta korkunç haberlere geçmek zorundayız sanırım. Başkent Bakü'de bir hastanede patlama olmuş. Bəli, təəssüf ki, çox üzücü bir hadisə yaşandı. Ayın 30-unda Milli Onkologiya Mərkəzində, yəni Xərçəng xəstəxanasında baş verən partlayış nəticəsində bir xəstənin həyatını itirdiyi, bir həkimin isə yaralandığı bildirilir. Hadisə böyük kədərə səbəb oldu. Hazırda hadisənin səbəbləri baş prokurorluq tərəfindən araşdırılır. İlk ehtimallar oksigen balonundakı texniki nasazlıqla bağlıdır. Çok acı bir durum. Zaten zor bir hastalıkla mücadele eden insanların olduğu bir yerde böyle bir olayın yaşanması, Allah rahmet eylesin. Yaralı hekime de acil şifalar diliyoruz. Tam bu üzücü haberin üzerine de bir de insanın kanını donduran başka bir olay var. Çocuk mamasına zehir katan biri yakalanmış. Bu nasıl bir canavarlık Ali? Sözün bitdiyi yerdə Özlem. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində supermarketlərdə uşaq qidalarına zəhərli maddə qatmaqda şübhəli bilinən şəxs həbs edilib.
Bu hadisə ictimaiyyətdə, xüsusilə də valideynlər arasında böyük bir narahatçılıq və qəzəb dalğası yaratmışdı. Şübhəlinin bunu hansı motivlə etdiyi istintaq nəticəsində aydınlaşacaq. Hələlik bunun şantaj məqsədi daşıdığı ehtimal edilir. İnanılır gibi değil. Umarım adalet en ağır şekilde yerini bulur. Ali, bu kadar tatsız haberden sonra dinleyicilerimizin de bizim de içine açacak bir şeyler vardır umarım ajandan da. Əlbəttə var. Birazdan müsbət xəbərlərə keçək. Bugündən etibarən Bakı ilə Serbiya paytaxtı Belqrad arasında birbaşa uçuşlar başlayıb. Bu yeni hava yolu xəttinin iki ölkə arasında turizm, ticarət və mədəni əlaqələrin inkişafına böyük bir təkan verəcəyi gözlənilir. Harika bir haber. Balkanlarla Kafkaslar arasında bir köprü daha kurulmuş oldu. Türkiye'den de Bakü aktarmalı Belgrad'a gitmek isteyenler için güzel bir alternatif olur belki. Başka güzel haber var mı? Bəli, bir də idman xəbərimiz var. Həftə sonu Bakıda ritmik gimnastika üzrə Avropa Kupokuna yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışlarda bir çox ölkədən güclü gimnastiklar müdafiələr üçün mücadilə apardılar. Azərbaycan gimnastikları da bir neçə medala sahib oldular. Bakı bir daha böyük bir idman tədbirinə uğurla həv sahibliyi etdi. Evet, Bakü'nün bu konudaki başarısını biliyoruz. Hem organizasyon yeteneği hem de misafirperverliğiyle her zaman öne çıkıyor. Sporcuları da tebrik ederiz. Ali, ağzına sağlık. Bugün de hem siyasetin nabzını tuttuk, hem ekonominin çelişkilerini gördük, hem de maalesef üzücü ama bir o kadar da umut veren haberleri konuştuk. Mən də təşəkkür edirəm Özlem. Evet sevgili Fason Radyo dinleyicileri, Azerbaycan'dan haberlerde bugünlük bu kadar. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Sağ olun. Fason Radyo